Salam, OTK-nın 6 aprel tarixində keçirilmiş olduğu sınaq imtahanından 9-cu siniflərin ingilis dili suallarına baxaq. Digər siniflər 8 və 10-lar kanalda var, oradan izləyə bilərsiniz. Bu arada kanala abunə olmamısınızsa, abunə olmağı unutmayın, çünki 9-lar üçün buraxılışa uyğun çox yeni və faydalı videolar gələcək, o videoları da qaçırmayın. Və bu imtahanda iştirak etməmisinizsə, mütləq PDF-ini işləyin ki, sizə faydası olsun. Şərhə PDF yazsanız, mən sizə PDF-ini göndərəcəm. 56-cı sualdan başlayaq. 56-cı sualda bizdən düzgün yiyəlik halı soruşur. Burada deməli A-ya baxırıq ki, children apostrof S olmalı idi. B-yə baxırıq ki, Z Brown soyadlarda demişdik ki, Z varsa S apostrof olurdu. C-də two months S apostrof olar, çünki two var, birdən çoxdur. D-də problem yoxdur, D doğru cavabdır. Y-də də apostrof verməyibdir, ona görə Y də yanlış oldu. Cavab 56-da D. 57-ci sualda cümlənin mənasına görə baxacağıq. Deməli, 1 və 4 olur burada, yəni C olur. Çünki 2-yə qoyanda Mark eksperimenti anlamadı, o məmnun idi. Anlamadısa məmnun olmaz. 3-də isə o yaxşı eksperiment göstərdi və qəmgin idi. Yəni, məna baxımından cavab 1 və 4, yəni C olur. 58-də verilmiş sözün nəyini istəyir? Antonimini istəyir. Doğru variant olacaq burada B variantı. Deməli, 59-cu sualda isə the best way üstünlük dərəcəsinin qarşısında D artiklı olur. Ona görə qalırıq Y və C arasında. Bir də qatarla gedirik deyəndə by train deyirik. Ona görə boşluq olmalıdır. Yəni 59-da C variantı. 60-da disjunctive question'dır. Bu cümlənin sualı nə ilə düzəlir? Do does'la düzəlir. Bizə do does lazımdır. Ona görə bu üçünü ataq getsin. A və B arasında qalırıq. Hardly cümlənin inkarı dəyişir deyə deməli istəmirdi. Do they. Biz təsdiq edəcəyik. Çünki hardly inkardır. İnkara təsdiq olmalıdır. 61-ci suala baxırıq. 61-ci sualda isə deməli, ifli cümlədir, first conditionaldır. Bir tərəf indiki sadə, digər tərəf gələcək zamanı olmalıdır. Ifin yanında will olmaz. Cavab D olacaqdır. If they know, the young will get olur. İndiki sadənin gələcək sadə uzlaşır. 62-ci sualda bu proje, layihə çox vacibdir. Biz onun vaxtında nə etməliyik? Vacibdirsə, bitirməliyik tipində olmalıdır. Yəni, inkar olmaz. Haven't-da özü ilə düzəlmir sual inkar. Should'dan sonra to olmur. Cavab 62-də A variantı. 63-cü sualda birthday günlərin qarşısında nə olurdu? 10 olurdu. Cavab D olur. 64-cü sualda isə the journey to different Asian countries. Müxtəlif Asiya ölkələrinə səyahət təkdədir. Was da təkdədir. Digərləri cəmdir. 65-ci sualda isə sandviç sayılır. Sayılmayan qabağında deməli much olmur, a little olmurdu. Cavab nə oldu? 65-də A variantı. Keçək digər suallara. Yəni 66-ya. 66-cı sual isə definition'dır. Deməli, ensiklopediya bilirsiniz nədir? Deməli, kitabdır. 1, B ilə book var, oradan tapmaq olur. 2-yə A olacaqdır. Kürsü, episode, furniture-dir. 2A, 1 deməli, nə oldu? D variantı olur. 1B, 2 isə A, cavab D. Markerdə bilirsiniz ki, taxta üzərində və ya lövhədə yazılan bir flomastırdır. 67-ci sualda passivə çevrilmək tələb olunur. Cümləmiz hansı zamanda? Keçmiş sadə. Keçmiş zamanın pasivi necə idi? Was, were, plus, fe'l 3 yazaq. Cümləmizdə deməli was, were, fe'l 3 axtaracaq. A-da was, were yoxdur. C-də yoxdur. Verb-in deyə bir şey yoxdur. Qalırıq digərləri arasında. Assignment cəmdədir. S var deyə burada was olmazdı. Cavab B variantı oldu. 68-də bizdən düzgün sinonim istəyir. Müxtəlif fərqli bir olar. 4 divide, separate, bölmək, ayırmaq düz gələr. Digərləri düz gəlmir. Baxaq, yenə də joyful deməli şən, upset, qəmgin sinonim deyil. Tikmək, dağıtmaq deyil. Üstündə, altında sinonim deyil. Keçək, əsas məsələ short text və bunlara uyğun kanalda videolar var. Onları mütləq izləyin ki, faydası olsun.
69'da doğru cavab olur A variantı. Deyir ki, burada kitab alsan, get a second one at a half price. Yəni ikincisini yarı qiymətə alırsan. A-da deyir ki, get reduction, endirim alırsan ikinci kitaba. Yəni cavab A oldu. 70-də isə doğru cavab C olur. Deməli, Anna borca pul istəyir. Could you lend me some money? C-də də eynisini deyir. 71'də isə doğru cavab olur Y. Niyə Y? Bizdən düzgün variant lazımdırsa, 12 yaş deməli, sən 12 don't have to pay for membership. 12 yaşdan aşağı uşaqlar pul ödəmirlər deyir. Baxaq. Free membership for children under 12. 12 yaşdan aşağılara deyir ki, pulsuz gəlsinlər. Yəni Y variantı. Keçək hara mətn suallarına. Yəni 72-yə. 72-ci sualda doğru variant A variantı 1 və 2-dir. Mətndə vaxta görə izahını verməyim. Bunun ehtiyac olsa deyərsiniz. 73-də D variantı 1 və 3-dür. 74-cü sualda doğru variant Y variantı olacaqdır. 75-də mətnlər haqqında da soruşur. Texnofest'in deməli fəaliyyəti və məqsədləri haqqında idi. Bizdən 76-da false according, yəni yanlışı soruşurdu. 3 və 4'dür burada yanlış. Yəni bu ikisi. Listening sualları birazdan kanalın short video bölməsində izləyə bilərsiniz. Hazırda əlimdə yoxdur. Birazdan kanalın short bölməsində olacaq. Oradan baxa bilərsiniz. Belə əziz abituriyentlər, hər birinizə uğurlar olsun. Özünüzdən müğayət olun.